Xəbər verdiyimiz kimi Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvəroğlu barəsində aparılan cinayət işi üzrə qərar qəbul edib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü, dövlətə xəyanət, 278-ci, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, həmçinin 193-1-ci, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması maddələri ilə ittiham edilir. Məhkəmənin qərarına əsasən xüsusilə ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiş Ramiz Mehdiyev barəsində verilmiş vəsatət təmin edilərək 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçilib. Əlavə edək ki, qeyd olunan maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədər nəzərdə tutulur. İstintaq Mehdiyevin yaşını nəzərə alaraq ibtidai istintaq müddətində onun ev dustaqlığı şəraitində saxlanılmasını məqsədə uyğun hesab edib.